ən böyük bəla qeybət xəstəliyidir. Ən böyük bəla. Və bundan Allaha sığınmalıyıq ki, ya Rabbi, bizi bu xəstəlikdən qoru. Ya Rabbi, qeybət edən qardaşlarımıza şifa ver, onlara yardım etkindən. Və qeybətdə onlara yardım etməməliyik. Bax ki, Fudeyl İbn İyad Rahimullah nə söyləyir? Söyləyir ki, əgər bir toplamda, bir yerdə qeybət üzə çıxarsa, yəni qeybət yayılarsa, orada Allah üçün qardaşlıq qalmaz. Aradan qalxar. Onlar qeybətə icazə verməzdilər, sahabələr. Tabeinlər qeybətə icazə verməzdilər yanlarında hər hansısa bir qardaşın qeybəti edilsin. Ona görə onlarda olan qardaşlıq möhkəm idi. O zaman ki, qeybət girdi, artıq necə ki, Fudeyl İbn İyad Rahimallah deyir ki, ortada qardaşlıq qalmaz. Aradan qalxar. Çünki qeybət iki qardaşın arasını darmadağın edir.